Söhbət bu kiçik məsələlərin, balaca məsələlərin, yaxud böyük bir işin balaca elementlərini müzakirə etmək deyildir. Məsələyə konseptual yanaşaraq, bütöv Azərbaycan miqyasında yanaşaraq, Azərbaycan vətəndaşlarının mənafeyini nəzərə alaraq, yeni iş yerlərinin yaradılmasını nəzərə alaraq danışmaq lazım idi. Və mən bu konsepsiyanı ortaya qoydum ki, bugün müxtəlif yerlərdə iş yerləri var, zavodlar var, fabriklər var, müəssisələr var və bu müəssisələrdə 100 nəfər çalışır və o müəssisə sahibi ətraf ərazini də alaraq istehsalı genişləndirmək istəyir, amma o torpağı ala bilmir. Çünki o torpaq ya kənd təsərrüfatıdır, ya yövüş sahəsi ola bilər və yaxud başqa bir sahəyə aid ola bilər. Onu ala bilmir, onun təyinatını dəyişdir, o idarədən o idarəyə gedir və prosedurlar o qədər mürəkkəbdir ki, illərlə bu çəkir, sonunda da o qədər xərc çıxandan sonra da yenə də onu aldıra bilmir. Sadə proses yoxdur. Amma dövlət ehtiyacı üçün hər şey çox sadələşdirilir və asan şəkildə həll olunur. Təklifim bundan ibarət idi ki, əgər bir sahibkar, bir insan 30-dan çox yuxarı iş yeri yaratmaq istəyirsə, onda bu qanunu əlavə edək ki, onun üçün də sadələşdirilmiş şəkildə torpaq icarəsi həll olunur, torpağın alınması həll olunur. Dövlət ona kömək edir ki, o 30-dan çox iş yeri yaradır. Elə insanlar 1000 iş yeri yarada bilər, 2000 iş yeri yarada bilər və belə bir insanlar tanıyıram. Amma o torpağın sahəsini genişləndirə bilmir. Və bu elə dövlətin ehtiyacı budur da. Dövlət kimin üzərində yaşayır? Dövləti yaşadan kimdir? Vətəndaş. Vətəndaşın ehtiyacı dövlətin ehtiyacıdır. Dövlət vətəndaş dövləti qoruyur. Dövlət vətəndaşa görə var və vətəndaşa xidmət etməlidir. Bu baxımdan mənim təklifim çox rasional, doğru, düzgün əsaslandırılmış bir təklif idi, amma təəssüflər olsun ki, gözüm çıxdıya salındı. Qarşılıqlı elə bir ki, öhdəlik götürməklə sahibkarla dövlət arasında bir qanuni razılaşma əsasında iş yerlərinin açılması şərti ilə prosesləri sadəcə sadələşdirməyi təklif eləmiş. Bilirsiniz yəni, mahiyyət bundan ibarət. Evet. Bugün